Herkese salam. Bugünkü testimizin mövzusu olacaq qamma. Elə siqanla vaxt itirmədən keçək testə. Birinci sualdan başlayaq. Deyir qamma nədir? Qamma dərsini keçmişəm mən bunun. Kanalımda baxa bilərsiniz. Həm major, həm minor qammaları, həm də qammanın izahı mövcuddur. Qamma səslərin oktava daxilində tonikadan başlayaraq yuxarı aşağı hərəkət edərək pillə-pillə düzülüşünə deyilir. Burada buna uyğun olaraq B variantını götürə bilərik. Deyir ki, müəyyən qayda ilə düzülmüş səslər ardıcıllığı ən uyğun variant B variantıdır. İkincidə, major qammasının ümumi səslənməsi necədir? Major qamması şən qammadır, belə bayram xarakterli, sevinc, elə. Şən də C variantı. Şən və işıqlı. Üçüncü tapşırıq. Deyir, minor qammasının xarakterli səslənməsi hansıdır? Hə, minor qammasını soruşur bizdən. Minor qamması kövrəlliyi istidir, belə qəmginlikdir, o anlamda da kədərli, lirika. D variantı. Baxın, kədərli və lirikli daha uyğun olacaq. Gedək dördüncü sual. Major qammasında pillələr arası interval düzülüşü hansıdır? Hə, ton tərkibini soruşur bizdən. Aşağıda verilib T bir tondur, Y də yarım ton. Yəni bir ton, yarım ton. Ümumiyyətlə major qammasında bir ton, bir ton, yarım ton, bir ton, bir ton, bir ton, yarım ton. 2 bir ton, sonra yarım ton, 3 bir ton, sonra yarım ton. Deməli burada baxın A variantı. Ton, ton, yarım ton, 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 yarım ton belə. 5-ci. Do major qammasında alterasiya işarəsi varmı? Bunu yadda saxlayın. Do majorda işarə yoxdur. Bir də la minorda işarə yoxdur. Bunlar sadədir, naturaldır, yəni belə adlanır. Baxın, heç biri yoxdur, işarə yoxdur. Nə diyez var, nə bemol var. E variantı. 6-cı tapşırıq. La minor hansı major qammasının paralelidir? Deməli, la minorla do major paralel qammalardır. Paralellik nə deməkdir? Paralel olmaq, yəni hansı xüsusiyyətindən biz başa düşürük ki, paraleldir? Alterasiya işarələri eyni olsun. Ya bunda da diyez, bunda da diyez, bunda bemol, bunda bemol, ya da ki, heç bir işarəsi olmasın. Do majorda da baxın, heç bir işarə yox idi dedik bayaq. La minorda da heç bir işarə yox idi. Deməli, do major qamması ilə də C variantı doğru cavabdır. 7-ci tapşırıqda bizdən soruşur, paralel major və minor qammaları nə ilə eynidir? Yəni deyir ki, hansı xüsusiyyəti ilə eynidir? 2 dənə əsas şey var burada. Bir, alterasiya işarələri eyni olmalıdır, diyezdən bemolu. Bir də ki, elə ki, tonika fərqli olmalıdır da, fərqlənməlidir. B variantı doğrudur, alterasiya işarələri. Alterasiya işarəsi də burada yəni ki, deyir ki, nə ilə eynidir deyir də. Bax, tonikası fərqli olmalıdır. Eyni olmalı deyil. Burada eynidir soruşur bizdən. Ona görə biz burada götürəcək alterasiya işarələri eynidir də, tonikası fərqli olmalıdır. 8. Onu qarışdırmayın. 8. Təbii minor qammasında hansı pillələr dəyişdirilmişdir? Deməli, bu ladın əsas dayaq nöqtələrində yaranır. Deməli, bir tonika, bir də dominanta. Deməli, tonika birincidir, dominantı 5-cidir bunlar. Yəni ki, burada necə oldu? Tonika və dominantı sabit olur da, dəyişir yəni o anlamda. C variantı doğrudur. 9. Harmonik minor qammasında hansı pillə yarım ton qaldırılır? Harmonik minor qammasında 7-ci pillə yarım ton zilləşir, yəni qalxır. Sanki biraz major qammasını xatırladır. Şən abu-hava kimi səslənir, amma şən deyil əslində. C variantı doğrudur. 10-cu tapşırıq. Deyir ki, melodik minor qalxan istiqamətdə necə dəyişir? Melodik minorda 6 və 7-ci pillələr zilləşir, qaldırılır. Amma geri qaydanda zilləşmədən istifadə olunmur. Zilləşmədə bekar işarəsindən istifadə olunur. Belədir bekar işarəsi. Alterasiya işarələrini keçmişik. Bekar neynir? Diyezlə bemolu ləğv edir. Bu işarələri ləğv edir. Bekar işarəsindən istifadə olunur. Geri qayıtmada bekar qoyulur. Burada deyir ki, qalxan istiqamətdə, ona görə biz götürəcək qalxanı gedəndə 6 və 7-ci qaldırılır. Nisbətən mürəkkəbdir, melodikalı. 11. Qamma neçə səsdən ibarətdir? Qamma bir oktavadan ibarətdir, bir oktava. 8 səsdən ibarətdir, amma birinci səslə 8-ci səs eyni adlıdır. İndi bunu izah edəcəm necə? Niyə eyni adlı? Cavab olmalı D variantıdır. 8 səs. Niyə 8 səs? Birinci 8-ci səs eyni adlıdır. Məsələn, do major qammasına baxaq. Notlara.
Do, re, mi, fa, sol, la, si, do. Do'da başladı. Do'da bitti. Do, arada re, mi, fa, sol, la, si, yenə də do. Do'da başlayır, do'da bitir. La minördə baxaq yaxşı. La, si, la'da başladı. La, si, do, re, mi, fa, sol, la. Lia'da bitdi yenə də. Yəni bu belə olur da, 8 səs olur. Hansı re'də başlayıb re'də bitəcək. Mi'də, fa'da elə olacaq. Bu arıcılıq belə davam edəcək. Cavabımız oldu D variantı. 12-ci suala başlayaq. Qammanın iki pilləsi necə adlanır? Qammanın pillələrini keçmişik də. Bir 7 pillə var, 8 pillə yoxdur. Birinci ilə, bayaq da dediyim kimi, birinci ilə 8-ci pillə eyni adlıdır. Tonikadır cavab. Tonika elə bir ki, qammanın əsas və sabit pilləsidir. Bu musiqi cümlələri var ha. Tonika ilə başlayır, tonika ilə bitir. Musiqi cümlələri, yəni musiqi terminlər cümlə kimi də deyilir də. Baxın, məsələn, birincisi tonikadırsa, o fırlanacaq gələcək, yenə də tonikada bitəcək. Tonikada başlayıb tonikada bitəcək. Bayaq la idi, bu birinci tonika, bu da tonikada bitdi. Do idi, başladı, tonikada bitdi yenə də. Cavabımız oldu C variantı. Major qammasının 3-cü pilləsi necə səslənir? Majorda 3-cü pillə tersiyadır. Elə bil ki, 3-cü pilləni tapmaq üçün tonikadan böyük tersiya məsafəsində yerləşir. Elə bil ki, 7-ci pillə majorda, 7-ci pillə. Tonikadan böyük tersiya yazıram bu arada. Böyük tersiya məsafəsində olur. Heç nədir. Cavabımız oldu B variantı. Böyük tersiya məsafəsində olur, bu qədər. 14. Minor qammasını major qammasından əsas fərqləndirən nədir? C variantı. Tersiya. Tersiya doğrudur. Bir tersiyadır. Bu elmi iki nəzəriyyə cəhətdəndir də. Bir də var xarakterində. Major şəndi, minor qəmgin qammadır. 15-də. Sol major qammasında neçə diyez var? Sol major qammasında bir diyez var. O da olacaq fa diyez. Sol majorda fa diyez olur, bir dənə diyez olur. A variantı doğru cavabdır. Fa major qammasında hansı işarə var? Fa major qammasında fa diyez işarəsi var. Bu qədər. 17-ci tapşırıq. Minor qammasının paralel majorunu tapmaq üçün nə edilir? Minorun paralelini tapmaq üçün, paralel major tapmaq üçün tonikadan 3 dənə yarım ton yuxarı qalxır. Təbii ki, 3 yarım ton sayırıq da yuxarı. Çıxılır da, yəni artır diyezlə kimi. C variantı 3 yarım ton. 18. Qamma hansı anlayışla sıx bağlıdır? Təbii ki, qamma lad ilə bağlıdır. Yəni ki, lad qamma üzərində qurulur da. Bundan, yəni sıx anlayışla bağlı deyil qamma. Laddır cavabımız. 19. Major və minor qammasının ortaq cəhəti hansıdır? Major qammasında, ilbiki minorda da, majorda da hər ikisi 7 pillədən ibarətdir. Əsas, yəni buradakı cavablardan əsas oldu. Ortaq cəhətini tapmaq biraz çətindir. İndi quruluşdan biz nəzər yetiririk ki, hər ikisi 7 əsas pillədən ibarətdir. Bir dənə də var əlavə, yəni ki 8-ci pillədə. Birinci ilə 8-ci bayaq dedim, eyni adlıqda bunlar ki 8-ci pillə sayılmır. 20. Qamma musiqidə əsasən nə üçün istifadə olunur? Qamma musiqidə səslərin düzgün qurulması üçün, melodiyanı başa düşülməsi üçün, ladın başa düşülməsi üçün əsas bir xüsusiyyətdir, vasitədir. Deməli, cavabımız olacaq səsləri düzgün qurmaq üçün B variantı ola bilər. Doğru cavab. Keçdik açıq suallara. Açıq suallar daha bəzi açıq suallar qapalılarla oxşardı. Burada biz nə etməliyik? Mən keçən dəfə də demişdim ki, açıq suallar öyrənməyiniz üçün daha faydalıdır. Çünki artıq özünüz əlavə bir izah verməlisiniz. Qapalılar elədir ki, yazırsan variantı, izaha ehtiyac qalmır. Burada həm də başa düşürsünüz. 21-ci tapşırıq. Qamma anlayışını izah edin. Qamma səslərin müəyyən ardıcıllıqla düzülmüş bir formadır. O, ladın əsasını təşkil edir, melodiyanın qurulmasında istifadə edilir. 22. Major qammasının emosional xüsusiyyətlərini yaz. İndi burada yer yoxdur da yazmağa, şifahi deyirəm mən. Şənlik, sevinç, ümid, işıqlıq hissi yaradır. Bayramda, şənliklərdə çalınır major qammasında olan mahnılar. 23-cü tapşırıq. Minor qammasının növlərini sadala. Natural hal,
Harmonikal, melodikal. 3 halı var. Majorda da bu belədir, minorda da belədir. 24. Do major qammasını pillə-pillə yaz. Hə, notlarını deyir. Heç bir işarə yoxdur ona görə. Do, re, mi, fa, sol, la, si, do. Qaydmada da do, si, la, sol, fa, mi, re, do. Olduğu kimi qalır, yəni naturaldır da. Heç bir dəyişiklik olmur. 25. La minor qammasını pillə-pillə yaz. La minorda da həmçinin do majorun paralel minorudur ya. Do majorun paralel minoru la minordur. Çünki la minora da işarə yoxdur. Hələ la, si, do, re, mi, fa, sol, la. Qaydanda da la, sol, fa, mi, re, do, si, la olduğu kimi qalacaq. 26. Paralel qamma nədir? Misal ver. Paralel qamma alterasiya işarələri eyni. Lakin tonikası fərqli olan major və minor qammalarına paralel qammalar deyilir. Çoxdan misal çəkirik. Məsələn, do majorla la minor işarəsi, alterasiya işarələri eynidir, tonikası fərqlidir. Ona görə bunları götürə bilərik. 27. Harmonik minorun əsas xüsusiyyətləri nədir? 7-ci pilləyə yarım ton zilləşir. Baxın, 7-ci pilləyə yarım ton zilləşir, diyezləşir. Yəni diyez qoyulur yanına. Deməli, keçək 28-ə. Melodik minor qalxan və edən istiqamətdə necə fərqlənir? Melodikdə qalxanda, yəni önə getdikdə 6 və 7-ci pillələr yarım ton zilləşir. Yarım ton ilə, məsələn, soldursa olur sol diyez, yarım ton. Geri qaydanda natural olur. Dediyim kimi bekar işarəsindən istifadə olunur. Zilləşmə olmur. Olduğu kimi qalır. Natural halı sevilir. 29. Major və minor qammasını müqayisə et. Ən azı 2 fərq. Major şəndir, böyük tersiya üzərində qurulur. Minor kədərlidir, qəmgindir. Minor qamması isə kiçik tersiya üzərində qurulur. 30. Sonuncu tapşırıq. Qamma niyə musiqi təhsilində vacibdir? Qammanın rolu böyükdür. Qamma musiqinin əsas strukturunu əmələ gətirir də. Musiqinin əsas strukturunu başa düşmək, ifanı düzgün oxumaq, düzgün ifa etmək, melodiyanı yaratmaq üçün istifadə olunur. Lad qammanın üzərində qurulur. Bu qədər. Əgər dərsi və videonu bəyəndinizsə, kanalıma abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamağı unutmayın ki, belə videoların davamı gəlsin. Sağ olun, hələlik.